Salam əziz yoldaşlar, hər birinizi xoş gördük. Biz sizinlə bugünkü və nəşriyyatın keçirdiyi blok sınaq imtahanının 11-ci siniflər üçün Azərbaycan dili suallarının izahına baxacağıq. İzahdan öncə sizdən kiçik xahişim var. Videomu bəyənməyi və kanala abunə olmağı unutmayın, zəhmət olmasa. Birinci suala baxırıq. Verilmiş xüsusiyyətlərə hansı cümləyə aiddir? Mürəkkəb cümlədir, tərkib hissələri bərabər hüquqludur. Bir hadisə digərlə qarşılaşdırılır, tərkib hissələri ismi xəbərli müəyyən şəxsi cümlədir. Tərkib hissələri de isim xəbərli dediyi üçün yoldaşlar. Və geyinirəm feili xəbərdir, düzdürmü? Deməli A variantı çıxır. Ona görə öyrətdim əlimi bu sənətə. Nə etdim? Öyrətdim. Bu feili xəbərdir. B də çıxdı. Sonra məhəbbət kamillikdir. Kamillikdir nə? Məhəbbət. Kamillik isə yüzdə olmur. Nə etmir? Olmur. Bu da feili xəbərdir. C variantı çıxdı. Xatirələr həyatı gözəlləşdirə bilər. Nə edə bilər? Gözəlləşdirə bilər. Bu da nədir? Feili xəbərdir. D də çıxır. Cavab qalır E variantı. Görə şərtimizi ödəyirmi? Yaxşı olmaq asandır. Çətin olan ədalətli olmaqdır. Mürəkkəb cümlədə tərkib hissələri bərabərlidir. Bəli, asandır. Nə? Yaxşı olmaq. Çətin olan ədalətli olmaqdır. Nədir? Ədalətli olmaqdır. Nə? Çətin olan. Tərkib hissələri bərabərlidir. Bəli, tabe mürəkkəb cümlədir. Bir hadisə digəri ilə qarşılaşdırır. Yaxşı olmaq asandır, lakin çətin olmaq ədalətli olmaqdır. Yaxşı olmaq asandır, çətin olan isə ədalətli olmaqdır. O qarşılaşdırma var burada. Tərkib hissələri ismi xəbərli müəyyən şəxs cümlədir. Bəli, baxırıq ki, ədalətli olmaqdır. Məsdərlə ifadə olunur və məsdərlər bilir ki, feili xəbər olunur, ismi xəbərdir. Nə çətin olan müəyyən şəxs cümlədir. Yaxşı olmaq asandır. Asandır nə? Yaxşı olmaq. Bu da isim xəbərlə ifadə olunmuş müəyyən şəxs cümlədir. Cavab oldu E variantı. İkinci suala baxaraq. Hansı rəqəmlərin yerini dəyişməklə cədvəldəki uyğunluğu bərpa etmək olar? Aha. Deməli, tərkibində küçə və meydan adları olan mürəkkəb adlarda hər iki söz böyük hərflə yazılır. Yanlışdır. İlk söz böyük hərflə yazılır. Sonrası isə kiçik ilə yazılır. Xüsusi isimlər cəm çəkisi qəbul etdikdə də böyük hərflə yazılır. Məsələn, bəzi hallarda nizamilər, füzulilər kimi nümunələr işlənir, cəmlənə bilir və aidiyyəti yoxdur. Cəmlənsə də böyük hərflə yazılır. Bu doğru fikirdir. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonraki sözlər kiçik hərflə yazılır. Bu doğru fikirdir. Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar kiçik hərflə yazılır. Bu isə yanlış fikirdir. Deməli, yanlışa yanlış yazılır. Bu doğru yerdədir. Yanlışa doğru yazılıb, bu səhv yerdir. Deməli, doğruya isə yanlış yazılıb, o birdəki, bu da səhvdir. 1 ilə 3-ün yerini dəyişsək, uyğunluq bərpa olunur. Yəni 3 doğru fikir olduğu üçün gəlməlidir 1-in yerinə, 1 də yanlış fikir olduğu üçün gəlməlidir 3-ün yerinə. Cavab olur B variantı. Növbəti suala baxırıq. Köməkçi hissələrin aid cədvəli tamamlayın. Bağlayıcı və ədat kimi işlənən sözdür. Ancaq, yəni. Bəli, işlənən sözdür. Sonra burada da da bağlayıcı və ədat kimi işlənə bilər. Ki'də bu da da, hətta da. Bir dənə C variantı çıxır. İlk şərti ödəmək üçün. İsmin ən azı 2 halına qoşula bilən qoşmadır. Aha, indi ikilərə baxırıq. Savay sözü. Savay sözü yalnız çıxışlı qala qoşulur. Bu getdi. Bu dək sözü də yalnız yönlü hala qoşulur. B də getdi. Sonra ötürü sözü. Səndən ötürü. Bu da çıxışlı qala qoşulur. Elə cavab E variantı qalır. Baxaq, kimi sözü ismin ən azı 2 halına. Bəli, əli kimi, adlı qala, sənin kimi, deməli, oldu, yəli qala, evə kimi, yönlü qala qoşula bilir. Modal söz və feil kimi işlənən sözdür. Görünür, deyəsən, olmaya sözdə. Güman şübhə bildirən modal söz kimi işlənə bilir. Feil kimi işlənə bilər. Bəli, kəş məsələn deyirəm ki, o burada olmaya. Deməli, cavab oldu 3D variantı. Hansı cümlədəki sifət çoxaltma dərəcəsindədir və düzgün yazılmışdır? Çoxun gecə gündüz dümdüz edir yer üzün. Nə edir? Dümdüz edir. Burada dümdüz etmək feildir. Çoxaltma dərəcəsi yoxdur nümunədə. Mənimlə açıq-aşkar danış ki, bilim nə olub. Burada açıq-aşkar, belə deyək də, nə danış? Necə danış? Açıq-aşkar danış. Açıq-aşkar zərfdir. B variantı çıxdı. Uşaq balaca əllərini irəli uzatdı. Burada sifət var, balaca, amma balaca A dərəcədir. Dostum əyninə açıq qırmızı köynək geymişdi. Açıq qırmızı
azaltma dərəcəsindədir. Qıpqırmızı don geyindi ellərim. Qıpqırmızı burada çoxaltma dərəcəsində olan sifət. Cavab olur E variantı. Hansı cümlədə ədəbi dilin heç bir nömrəsi pozulmamışdır? Ağıl köhnəlməyən geyimdir. Bu köhnəlməyən olmalıdır. Burada fonetik norma pozulub. A variantı çıxır. Ağıllı o adamdır ki, başqasının müdriklüyündən və təcrübəsindən öyrənir. Müdrik i ilə yazılır. Burada da fonetik norma pozulub. Qayığın gənc kapitanı hərdən ətrafa nəzər salırdı. Bu qalsın. İstəyə gənclikdə mümkündür çatmaq. Burada söz sırası pozulub. Bu da qrammatik normanın pozulması deməkdir. D də çıxır. Yəni bu olmalıdır ki, istəyə gənclikdə çatmaq mümkündür. Bu formada olmalıdır. Balaca körpələr 5-də yan-yana uzanıb səs-səsə verirlər. Baxın burada körpə onsuz da balacadır da. Yəni bu balaca sözünü işlətməyə ehtiyac yoxdur. Bu leksik normanın pozuntusudur. Bircə qalır C variantı. Azadlığı müdafiə edənlərin müqavimət göstərmə gücü zülm edənlərin gücündən daha çoxdur. Cümləsinin sintaktik təhlili ilə bağlı doğru fikri müəyyən edin. Bunlar təhlil eləyək, çoxdur. Nə çoxdur? Azadlığı müdafiə edənlərin müqavimət gücü mübtəda. Nədən çoxdur? Zülm edənlərin gücündən. Zülm edənlərin gücü 3-cü növ təyin sözləşməsi ilə ifadə olunub. Azadlığı müdafiə edənlərin müqavimət göstərmə gücü bu da 3-cü növ təyin sözləşməsi ilə ifadə olunmuş mübtədadır. Cümlə özlərindən biri fe'li birləşmə ilə ifadə olunmuşdur. Çoxdur sayla ifadə olunub. Zülm edənlərin gücü bu da ismi birləşmədir, fe'li birləşmə deyil. Azadlığı müdafiə edənlərin müqavimət göstərmə gücü bu da ismi birləşmədir, fe'li birləşmə deyil. Burada azadlığı müdafiə edənlərin sadəcə olaraq ismi birləşmənin 3-cü növ təyin sözləşməsinin birinci tərəfi fe'li sifət tərkibindən ifadə olunub. Belə bir söz birləşmələrdə olur. A variantı yanlışdır. Bütün cümlə özləri söz birləşməsi ifadə olunmuşdur. Yanlışdır. Xəbər burada sözlə ifadə olunub. Kəmiyyət sərfliyi işlənmişdir. Burada yalnız mübtəda var, tamamlıq var, bir də xəbər var. Başqa cümlə özü yoxdur. Mübtəda tamamlıq xəbərdən ibarətdir. Bəli. Hansı cümlədə altından xətt çəkilmiş sözü iki müxtəlif niksiyası kimi düşünmək mümkündür? Mümkün deyil. Bu insanda belə qəribə xasiyyət var. Bax, bunu iki cür düşünə bilərəm. Deyərəm ki, bu insanda belə qəribə xasiyyət var. Yəni, bu insanda da qəribə xasiyyət var. Bu beləni ədat kimi düşünə bilərəm. Bir də bu insanda belə qəribə xasiyyət var. Necə qəribə xasiyyət? Belə. Bu beləni də əvəzi kimi düşünə bilərəm. Ona görə A variantı çıxır. Şəhərə sarı maşınla getdik. Bunu iki cür düşünə bilərəm. Şəhərə sarı, şəhərə tərəf mənasında işlənsə sarı olur, qoşma. Amma sarı rəngli maşın mənasında olan da olur sifət kimi. Bu da getdi. Ancaq bu işin necə olacağını bilmirdik. Bunu da ikinci cür düşünə bilərəm. Bu ancağı amma, ancaq, lakin kimi, qarşılaşdırma bağlayıcı kimi düşünə bilərəm. Məsələn, deyirəm ki, işi görürdük, ancaq bu işin necə olacağını bilmirdik. Bu formada düşünsək, bu olur bağlayıcı kimi. Amma məsələn, başqa işlərin sonunu bilirdik. Ancaq bu işin necə olacağını bilmirdik. Yalnız bu işin necə olacağını bilmirdik. Burada olur ədat kimi. O məktəbin direktorudur. Bax, bunu düşünə bilmərəm. Bax, indi ilk baxışdan deyərsiniz ki, o məktəbin direktorudur. Hansı məktəbin? Bir də o məktəbin direktoru kim? Amma diqqət eləmək lazımdır. Burada vergül məsələsi önəmlidir. Əgər bu işarə əvəzi kimi düşünsən bunu, buradan sonra vergül olmaz. Amma düşünməsəm, vergül olmalıdır. Amma yenə də, belə deyək, vergül olsa da, olmasa da, aidiyyəti yoxdur da, o müxtəlif nitq səsi deyir bizə. Vergül olsa da, olmasa da, bu əvəzlidir də. Yəni, bunu işarə əvəzi içində düşünsək, şəxs əvəzi içində düşünsək, nitq səsi olaraq əvəzlidir. Ona görə olur D variantı. Artıq vəsaitləri kitab rəfinə yığmalıyıq. Daha vəsaitləri kitab rəfinə yığmalıyıq. Bunu daha mənasında düşünsək, olur ədat. Bir də artıq vəsaitləri kitab rəfinə yığmalı. Yəni artıq da bu artıq qalan vəsaitləri. Bu artıq sözü sifət kimi də düşünə bilərik. E variantı çıxır. Cavab olur D. Yanlış bəndi müəyyən edin. Frazoloji birləşmə, sinonimi, antonimi. Qəlbinə dəymək, ürəyini qırmaq, könlünü almaq bu olar. Od götürmək, özündən çıxmaq, hirsi yatmaq bu da olar. Əli soymaq, ruhdan düşmək, cuşa gəlmək bu da olar. Tədbir görmək, ağlına batmaq. Baxın, tədbir görməklə ağlına batmaq bir-birinə sinonim deyil. Cavab olur D variantı.
Müraciət sözünün fonetik təhlili ilə bağlı doğru fikir. İlk öncə sözü tələffüzli olur. Müraciət. Yəni burada y artırılır. Səs verib tərkib fərqlənmir, yanlışdır. Fərqlənir. Y samiti artırılır. Cingiltili samitlərin sayı saitlərin sayına bərabərdir. Bu zaman tələffüzə baxırıq da. Cingiltili saitlər 1, samitlər 1, 2, 3, 4, saitlər də 1, 2, 3, 4. 4 dənə. Deməli doğru cavabımız elə B imiş. Hansı bənddə bağlayıcı söz müstəqil cümlə üzvü deyil? Aha. Deməli, ədalət mülkündə kim üst çevirsə, mülkündən kim üst çevirsə, nə etsə, üst çevirsə, kim mübtədadır burada? A variantı çıxdı. Hər kəs ki lovğadır, onda olmaz ünərdən əsər. Burada lovğadır kim? Hər kəs ki. Burada hər kəs bağlayıcı sözdür, hər kəs ki. Və mübtəda mövqeyində çıxış edir. Kimin ki ixtiyarı sədaqətə bağlıdır? Bağlıdır. Nəyə sədaqətə? Nə? Kimin ixtiyarı? Bax, burada kimin ki bağlayıcı söz olsa da yiyəlik haldadır və ixtiyarı sözün özünə tabi eləyir. Üçüncü növ təyinli söz birləşməsi formasındadır. Cavab olur C variantı. Nə qədər yaşayırsan öyrən. Yaşayırsan nə qədər burada zərfli idi. Meyli can etməsin hər kim ki qıymaz canına. Deməli, meyli can etməsin kim? Hər kim. Burada da müstəqil cümlə özüdür. 11. Hansı cümlədə danışanın ifadə etdiyi fikrə münasibət modal sözlə ifadə olunmuşdur? Bilirsən Vidadi, sözün doğrusu. Sözün doğrusu ara sözdür. Eloba ağsaqqalların şeir sevərlərin dediyinə görə modal sözdür. Modal söz deyil, yəni şeydir, ara sözdür. Mən bilən bu problemi həll etmək üçün ən yaxşı üsul düzgün planlaşdırma və əməkdaşlıqdır. Bu da ara sözdür. Yəni bunu necə bilməliyik? Modal sözlər sözlərlə ifadə olunur. Yəni söz formasında olmalıdır. Cümlə və yaxud da söz birləşməsi şəklində olmaz. Bu necə deyərlər? Necə deyərlər? Bax burada söz formasında deyil çıxdı. Əsası çox möhkəm olmayan evin bütün dörd divarı tez uçar. Yəqin. Yəqin burada güman şübhə bildirən modal sözdür. Cavab olur E variantı. 12-ci sual. Hansı cümlədə həm həmcins sözlər, həm də söz birləşməsinin aslı tərəfinin əlavəsi işlənmişdir? Ölməz bu gözəl aləmi idrakla gələnlər, məna evinin sirrini vicdanla bilənlər. Nə etməz? Ölməz. Kim? Bu gözəl aləmə idrakla gələnlər və məna evinin sirrini vicdanla bilənlər. Burada söz birləşməsinin əlavəsi yoxdur. Ümumiyyətlə əlavə yoxdur. Əvvəllər aktyorlar ya varlıların evlərində, ya da onların evlərinin qarşısında açıq havada çıxış edirdilər. Çıxış edirdilər. Kim? Aktyorlar. Harada? Varlıların evlərində, ya da onların evlərinin qarşısında. Burada həmcins səhvlik var. Və onun əlavəsi kimdə düşünə bilərik bunu? Açıq havada. Açıq havada. Baxın yoldaşlar, burada söz birləşməsinin aslı tərəfinin əlavəsi yoxdur. Burada cümlə üzvünün əlavəsi var. Yəni burada onların evlərinin qarşısında cümlə üzvü zərfliyinin əlavəsi açıq havadadır. Bu söz birləşməsinin aslı tərəfinin əlavəsi deyil. Cümlə üzvünün əlavəsidir. C variantına baxırıq. Deməli, C variantda deyir ki, Əjdər bəy Aşurbəyov Yaponiyaya səfər etmiş, oradan qayıtdıqdan sonra Yapon memarlıq üslubunda Mikado adlı teatrın, indiki Rus dram teatrının binasını tikdirmişdi. Nə etmişdi? Tikdirmişdi. Kim? Əjdər bəy. Burada vericil olmalıdır. Yaponiyaya səfər etmiş. Deməli, nə etmiş? Səfər etmiş. Kim? Əjdər bəy Aşurbəyov. Burada həmcins xəbərlər var. Haraya? Yaponiyaya. Oradan qayıtdıqdan sonra Yapon memarlıq üslubunda Mikado adlı teatrın, bax, dram teatrının binasını tikdirmişdi. Tikdirmişdi nəyi? Mikado adlı teatrın, indiki Rus dram teatrının binasını. Baxın burada teatrın binası. Düzdür? Neçənci növdür? Üçüncü növdür. Bu üçüncü növün aslı tərəfinin əlavəsi işlənir də. İndiki Rus dram teatrının. Yəni Mikado adlı dram teatrını izah eləyir.
İndiki Rüstram teatrı. Bax, burada söz birləşməsinin asıl tərəfinin əlavəsi var. Cavab olur C variantı. Növbəti suala baxırıq. Hansı fikir nöqtələrin yerinə yazıla bilməz? Hər hansı bir cümlənin xəbəri feilin əmr şəklində olan sözlə ifadə olunubsa, o cümlə sual cümləsi ola bilər. Ola bilər. Nəqli cümlə ola bilməz. Ola bilməz. Yəni ola bilər ki, əmr şəklində olsa, məsələn, düşünə bilərik ki, belə deyək də, əmr şəklində ifadə olunsa xəbər, o nəqli cümlə ola bilməz də. Nəqli cümlənin xəbəri əmr şəklində ifadə olunur. Müəyyən şəxsi cümlə ola bilməz. Bunu da düşünə bilərik. Adlıq cümlə ola bilməz. Deməli, bir dəqiqə. Deyir ki, hər hansı bir cümlənin xəbəri feilin əmr şəklində olan sözlə ifadə olunsa, o cümlə adlıq cümlə ola bilməz. Çünki adlıq cümlə olsa, adlıq cümlə ola bilməz. Çünki adlıq cümlənin ümumiyyətlə xəbəri olmur. Bunu çıxırıq. İsmi xəbərli ola bilməz. Bəli də, əmr şəklindədirsə, bu ismi xəbər deyildir. Nədir? Feili xəbərlidir. Müəyyən şəxsi cümlə ola bilməz. Niyə ola bilmir ki? C variantı yanlışdır. Məsələn, deyirəm ki, Əli gəlsin. Nə etsin? Gəlsin. Kim Əli? Burada müəyyən şəxs cümlədə mübtədası var. Cavab olur C variantı. 14-də. Yəni bağlayıcısı cümlənin ortasında işlənmiş özündən əvvəl vergül, özündən sonra qoşa nöqtə işarəsi qoyulmuşdur. Bu məlumata əsasən, yəni bax, bu zaman nə zaman olurdu bu? Bu həmcins üzvlərdə ümumiləşdirici söz işlənir. Həmcins üzvlərdən əvvəl ümumiləşdirici söz işlənir. Bəzən ümumiləşdirici sözlə həmcins üzvlər arasında yəni məsələn bağlayıcısı işlənir. Bu zaman yənidən əvvəl vergül qoyulur, ondan sonra qoşa nöqtə qoyulur. Bu da elə B variantına uyğun gəlir. Yəni bağlayıcı ümumiləşdirici sözlə həmcins üzvlər arasında işlənmişdir. Cavab olur B variantı. 15-də sxemə əsasən üzərində rəqəm yazılmış hansı cümlə üzvlərinin bir-biri ilə sintaktik əlaqə girdiğini müəyyən edin. Aha. Deməli, o məsələn 1 ilə 2 bir-birinə sintaktik əlaqə girib, 3 ilə 4 də girib, 4 ilə 6 da girib, 5 ilə 6 da girib, 2 ilə 6 da girib məsələn. 2 ilə 6 girib. İndi görək hansını veriblər. 3, 4 var, 2, 6 da var. D variantı uyğun gəlir. 2 ilə 4. Mübtəda ilə tamamlıq bir-birinə sintaktik əlaqə girə bilmir. A variantı çıxdı. 1 ilə 2 var, 4, 5. Tamamlıqla zərflik sintaktik əlaqəyə girə bilmir. Ona görə çıxdı. 2, 3. Bu cümlə üzvü ilə bu cümlə üzvü bir-birinə əlaqədə deyil. Bu təyinlə ikinci mübtəda sintaktik əlaqədədir. Bu da çıxdı. 16-cı sual. Nümunədə buraxılmış durğu işarələrinin ardıcıllığını müəyyən edin. Şah kasanı, bax görürük ki, dialoq formasında verilib. Şah kasanı alıb burnuna tutdu. Qoşa nöqtə. Treni qoyduq. Bu müşkdür, əmbərdir, nədir? Qarı. Ətrə insanı bihuş edir. Aha. Bu müşkdür, əmbərdir, nədir? Qarı. Buradan sonra vergül qoymalıdır. Müşkdür, vergül, əmbərdir. Nədir? Qarı burada xitabdır. Sualı qoyduq. Sual verir axı. Müşkdür, əmbərdir, nədir? Qarı. Ətri insanı bihuş edir. Burada da nöqtə qoymalıdır. Deməli, qoşa nöqtə, tri, vergül, 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 4 vergül, qoşa nöqtə, tri, vergül, 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 sual, nöqtə. Elə A variantı uyğundur. Növbəti suala baxırıq. Hansı cümlədə bütün cümlə üzvləri iştirak etmişdir? Agəlin kənd uşaqları ora-bura qaçışaraq şehli otun üstündə səs-küylə oynayırlar. Niyə dedilər? Oynayırlar. Kim? Kənd uşaqları. Hansı kənd uşaqları? Agəlin kənd uşaqları. Təyin. Necə oynayırlar? Ora-bura qaçışaraq. Zərflik. Harada oynayırlar? Otun üstündə. Bu da zərflik. Necə oynayırlar? Səs-küylə oynayırlar. Hansı otun üstündə? Şehli otun üstündə. Burada tamamlıq yoxdur. A çıxdı. Ağa Mehdinin vəziyyəti suda boğulan insanın saman çölünə əl atmasına bənzəyirdi. Bənzəyirdi. Nə bənzəyirdi? Ağa Mehdinin vəziyyəti. Nəyə bənzəyirdi?
Suda boğulan, yox. Deməli, nəyə bənzəyirdi? E, Nəyə bənzəyirdi? İnsanın saman çöpünə əl atmasına. Üçüncü növlə ifadə. Hansı insanın? Suda boğulan insanın. Burada zəiflik yoxdur. Belə çıxdı. Bu təklif tədbirə hazırlaşan insanları qane etmədi. Qane etmədi. Kimi? İnsanları. Nə qane etmədi? Təklif. Hansı insanları tədbirə hazırlaşan? Hansı təklif? Bu təklif. Burada da zərflik yoxdur. Qız xanımın bayram fərəhi ifadə edən çöhrəsi sanki ərinin iltifatından ürkərək dəyişildi. Necə? Ərinin iltifatından ürkərək. Nə dəyişildi? Qız xanımın bayram fərəhi ifadə edən çöhrəsi. Qız xanımın çöhrəsi üçüncü növdür. Burada da təyin də yoxdur. Tamamlıqdır. Mən yanı üstə sərilmiş maralın sonuncu ürək döyüntülərini aşkar şəkildə görürdüm. Görürdüm necə? Aşkar şəkildə. Zərflik. Nəyi görürdüm? Maralın sonuncu ürək döyüntülərini. Hansı maralın? Yanı üstə sərilmiş maral. Təyin kimmi? Cavab olur E variantı. 18. O doğma vətənin müstəqilliyi uğrunda Rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak oldu. Həlak oldu. Necə həlak oldu? Qəhrəmancasına. Nə zaman? Rus qoşunları ilə döyüşdə. Nə məqsədlə? Vətənin müstəqilliyi uğrunda. Deməli, burada kim o? Hansı vətən? Doğma vətən. Burada məqsəd zərfliyi də var. Zaman da var. Tərz hərəkət də var. Cavab olur B variantı. 19. Tələffüz formasında verilmiş sözlərdən hansını həm isim, həm də feil kimi düşünmək olmaz. Bax, bu başlar sözünü düşünmək olar. Bir başlar qeyri-qəti gələcək zamandakı feil kimi, bir də başlar cəm şəkilçi isim kimi düşünə bilərəm. Dayanacaqlar sözünü dayanacaqlar feili kimi də, yəni onlar gələcəkdə dayanacaqlar. Gələcək zaman feil kimi. Bir də dayanacaq isminə cəm şəkilçi kimi düşünə bilərəm. Güləşdi sözü. Bu deyərəm, bu güləşdir. Güləşdir. Burada dırdakı r düşür. Bir də güləşdi. Güləşdi. Onlar güləşdi. Keçmiş zamanlı feil kimi düşünə bilərəm. Bu almadı. Bu feil kimi də düşünə bilərəm. Deyirəm ki, o kitabı almadı. Feili kimi. Bir də bu almadır. Almadır ismi kimi düşünə bilərəm. Burada da r düşür. Amma yoldaşlar, mələyə sözünü feil kimi düşünə bilmərəm. Çünki mələyə sözünü feil kimi düşünsəydim, bunun tərəfisi məliyə olacaqdı. Bu formada olmalıdır. Ona görə E variantıdır. Sonra 20-ci sual. Kopardılmışdı feildəki şəkilsizlər haqqında deyilənlərdən biri yanlışdır. Deməli, qopdan qopar, qopart, qopardılmış qrammatikdir, qrammatik. Ar leksi şəkilçisi doğrudur. Il qayıdış növün şəkilçisidir. Qopardılmışdır. Yanlışdır. Məsələn, deyirəm ki, ağac yerindən qopardılmışdır. Bu məhsul növüdür, kimsə tərəfindən. Cavab olur B variantı. 21. Deməli, günəş qızıl saslarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru uzanmağa başlamışdı. Yanlış fikir istəyir. Sifətin sualına cavab verən isim işlənsə də, ismin sualına cavab verən sifət işləməmişdir. Bəli, qızıl saç burada sifətin sualına cavab verən isimdir. Amma ismin sualına cavab verən sifət yoxdur. Bu doğrudur. Mənsub əşər söz ismin təsiri aldadır. Saçlarını, günəş qızıl saçları, günəşin saçları I mənsubiyyətdir. Onu toplayaraq burada bu təsiri aldadır. Bu doğrudur. Sarı tərəf qoşmalarına sinonim işləmişdir. Bəli, qərbə doğru istiqamət bildirən qoşma var. Zərfin iki məna növünə aid söz işləmişdir. Deməli, bu yanlışdır. Burada bir dənə zərf var. Yavaş-yavaş zərfidir. Cavab olur D variantı. Növbəti suala baxaq. 22-ci sual. Deməli, həqiqətin bəzənməyə ehtiyacı yoxdur. Onun öz cəhrəsi hər cür bəzəkdən daha gözəldir. Yaddaş ona görə lazımdır ki, işıqda gördüklərinin qaranlıqda sənə yol göstərsin. Həm tabeli, həm də tabisiz mürəkkəb cümlə kimi düşünülə bilər.
Bunu düşünə bilmərəm. 2 düşünə bilmərəm. Bunu verib yalnız 1-ə aid. Bu doğrudur. Təsvirlənmə feillə ifadə olmuş tamamlıq işlənmişdir. 2-ni verib. Görək var. Həqiqətin bəzənməyə ehtiyacı yoxdur. Yoxdur. Nə? Bax təhlil edirik. Yoxdur. Nə? Həqiqətin bəzənməyə ehtiyacı. Onun öz çöhrəsi hər cür bəzəkdən daha gözəldir. Gözəldir nə? Onun çöhrəsi. Nədən? Bəzəkdən. Hansı bəzəkdən? Hər cür bəzəkdən. Burada ümumiyyətlə belə deyək də, təsvirlənmə feillə ifadə olmuş tamamlıq işlənməyib. 2 çıxdı. 2-ləri variantdan çıxırıq. 3-ə baxırıq. Həm ismi, həm də feili xəbər işlənmişdir. Bax, 3-ü verib ortaq xüsusiyyət kimi, amma yanlışdır. Niyə? Çünki birinci cümlədə hər iki xəbər isim xəbərdir. Ona görə 3-ü də çıxırıq. 3-ü də çıxdıq variantlardan. 3-ü də variantlardan çıxanda qalır D variantı. 4-ə baxaq. Mürəkkəb cümlədə tərkib hissəli müəyyən şəxs cümlədir. 4-ü verib ortaq xüsusiyyət kimi. Həqiqətin bəzənməyə ehtiyacı yoxdur. Yoxdur. Nə? Həqiqətin bəzənməyə ehtiyacı. Bu mübtədası var müəyyən şəxs cümlədir. Onun çöhrəsi hər cür bəzəkdən daha gözəldir. Gözəldir nə? Onun çöhrəsi. Bunun da mübtədası var. Müəyyən şəxs cümlədir. İkinciyə baxaq. Yaddaş ona görə lazımdır ki, lazımdır nə yaddaş? Mübtəda var, müəyyən şəxs cümlədir. İşıqda gördüklərin qaranlıqda sənə yol göstərsin. Nə sənə yol göstərdin? İşıqda gördüklərin. Bunun da mübtədası var. Bu da müəyyən şəxs cümlədir. 4-də doğrudur. Feili xəbər frazoloji birləşmə ilə ifadə olunmuşdur. Bəli, yol göstərsin. Yol göstərmək frazoloji birləşmədir. Cavab oldu D variantı. 23-cü suala baxırıq. Vaxtdan düzgün istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından danışır. Deməli, deyir, həm tabellik, həm də tabesizlik əlaqəsi işlənmişdir. Bu yanlışdır. Burada yalnız tabellik əlaqəsi var, tabesizlik yoxdur. Həm təsvirlənən, həm də təsvirlənməyən feil işlənmişdir. Vaxtdan düzgün istifadə edə bilməyən feili sifət. Danışır, bu isə təsvirlənən feil. Deməli, 2 doğrudur. Götürdük 2-ni. Təyin mübtəda ilə sintaktik əlaqəyə girmişdir. Deməli, sintaktik təhlil eləyək. Deməli, vaxtdan düzgün istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından danışır. Danışır. Kim? Adam. Hansı adam? Vaxtdan düzgün istifadə edə bilməyən adam. Nə zaman danışır? Həmişə. Nədən danışır? Onun yel kimi uçmasından. Tamamlıq. Bəli, burada təyinlə mübtəda sintaktik əlaqəyə girib. 3 də doğrudur. Yanlışa baxırıq. İkinci dərəcəli üzvlərin hamısı söz birləşməsilə ifadə olunmuşdur. Yanlışdır. Burada həmişə zərfli idi və sözlə ifadə olunub. 4-ü də götürürük. Müəyyən şəxsi cümlədir. Bəli, müəyyən şəxsi cümlədir. Çünki mübtədası və xəbəri var. Adam mübtəda, danışır xəbər. Bunu çıxdı. Zaman zərfliyi sadə zaman zərfliyi ifadə olunmuşdur. Bəli, həmişə sözü sadə zaman zərfliyidir. Deməli, cavabımız olur 2, 3, 4. 2, 3, 4. 24-cü suala baxırıq. Azaldılmışdır. Bir də azğınlaşmışdır feillər üçün ortaq olan fikirlər müəyyən edin. Azdan azal, azalt, ıl leksik, mış qrammatik, dır qrammatik. Azğınlaşmışdır. Azdan azğın, azğınlaşmış, qrammatik, dır qrammatik. 2 qrammatik şəkli işlənmişdir. Ortaq olan xüsusiyyət istəyir. Bəli, hər ikisində 2 qrammatik xüsusiyyəti var. Biri götürük. Kökü və başlanğıc forması eyni səsdir. Yanlışdır. Çünki azaldılmışdır sözün kökü az sayıdır. Başlanğıc forma feildir. İkini çıxdıq. Feildən düzəlmiş feildir. Azaldılmış sözü azaltmaq feilindən yaranır. Doğrudur. Azğınlaşmaq sözü azğın sifətindən yaranır. Bu da yanlışdır. Leksi və qrammatik şəkillərin sayı bərabərdir. Bu yanlışdır. Çünki azaldılmışdır sözündə 3 leksik, 2 qrammatik var. Burada isə azğınlaşmış sözündə isə 2 leksik, 2 qrammatik var. 4-də çıxdı. Tərkibində feil düzəldən leksik şəkilçi, düzəldən şəkilçi işlənmişdir. Bəli, laş burada feil düzəldib. Burada da elə aldı, dıdı, ıldı, bunlar feil düzəldib. 5-i də götürdük. Cavab oldu 1 və 5. Verilmiş nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Zəfər, məncə bu söz yaşamağın mənasıdır. Tarix deyir, ölməmişdir, ölməyəcək qəhrəmanlar. Feilin 2 müxtəlif təsvirlənməyən formasının işləndiyini əminliklə demək mümkündür.
Əminliklə deyə bilmərəm. Axı burada bir dənə yaşamaq məsdərini əminliklə deyə bilərəm. Bu ölməyəcək sözünü həm feili sifət kimi, həm də nə edəcək? Ölməyəcək xəbər şəklində olan feil kimi düşünə bilərəm. Ona görə biri çıxdıq. Həm ismi, həm də feili xəbər işləmişdir. Yaşamağın mənasıdır. Nədir? Yaşamağın mənasıdır. İsmi xəbər. Nə etmişdir? Ölməmişdir. Feil xəbəri. Kimi götürə bilərəm. 2 misrada söz sırası olmuşdur. 2-ci misrada. Tarix deyir, ölməmişdir. Ölməyəcək qəhrəmanlar. Nə edəcək? Qəhrəmanlar ölməyəcək. Burada bəli, söz sırası pozulmuşdur. Tabellik əlaqəsi yalnız cümlə özləri arasında işlənmişdir. Tabellik əlaqəsi yalnız cümlə özləri arasında işlənmişdir. Bax, bu da yanlışdır. Çünki cümlələr arasında da var. Tarix deyir ki, bax, burada ki-ni artıra bilirəm. Bu tabeli mürəkkəb cümlədir. Mürəkkəb cümlələr arasında da tabellik əlaqəsi var. Bu yanlışdır. Təsvir bilən ara söz işlənmişdir. Bu da məncə işlənib. Məncə də fikrin mənbəyini bildirir. Zərflik işlənməmişdir. Deməli, təhlil edirik. Nə edəcək? Ölməyəcək. Kim qəhrəmanlıq etmişdir? Ölməmişdir. Yaşamağı mənasıdır. Nə? Söz, hansı söz? Bu söz. Bəli, zərflik yoxdur. 6-nı da götürdük. Cavab oldu 2, 3 və 6. Növbəti suala baxırıq. Yazının mərhələlərini nəzərə alaraq ardıcılı müəyyən edin. Aptekin şüşəsində qabaq doldurmuş ilan şəkli. Bu fikri yazıdır. İdeoqrafik. 3. Zol mağazanın şüşəsində çəkilmiş heyvan şəkli. Bu artıq şəkli yazıdır. Piktoqrafik, yəni 1. Orxun Yenisi kitabların yazı, bu fonoqrafik yazıdır. 4. Qara vəzir nağılında Hind padşahının Mələk xanıma göndərdiyi yazı və bıçaq, bu isə əşyadan istifadə olunur, əşyavi yazıdır. 27. Verilmiş nümunələ cədvələ əsasən uyğunluğu müəyyən edin. Haram çörək axtarma ki, bu baha başa gələr. Ki ilə bağlanıb burada. Deməli, baş birinci gəlir. B-ni yazdıq bura. Vuruldum o gün ki şeirə. O gün ki bağlayıcı sözlə bağlanıb. Burada budaq birinci gəlir. Bağını yazdıq. Tərkib hissələrindən biri ümumi şəxsdir, digəri müəyyən şəxs cümlədir. Baxaq. Vuruldum o gün ki şeirə sənətə, dağlar öz donunu nalədən pisdir. Bunun ikisi də müəyyən şəxs cümlədir. Haram çörək axtarma. Bunu ümumi şəxs cümlə kimi götürmək olar. C. Bu baha başa gələr. Baha başa gələr. Nə bu? Bu isə müəyyən şəxs cümlədir. C-ni yazdıq 1-ə. Budaq cümləsi müəyyən şəxsli cümlədir. Bunun budaq cümləsi bu baha başa gələ bilərdi. Baha başa gələ bilər. Nə bu? Mübtədası var. Müəyyən şəxs cümlədir. Vuruldum o gün ki şeirə sənətə. O gün ki şeirə sənətə vuruldum. Burada da vuruldum o gün ki şeirə sənətə. Budaq cümlədir. Nə etdim? Vuruldum. Kim? Mən. Müəyyən şəxs cümlədir. D-ni yazırıq ortaq xüsusiyyət kimi. Deməli, 1-ə oldu. B ilə C, 2-yə A, 3-ə D. O birisinə baxaq. Tərkib hissələr bir-birinə bağlayıcı sözlə bağlamışdır. Bəli, o gün ki. Bu isə aiddir 2-yə. Deməli, 2-yə E. Bu qədər yoldaşlar. Hər birinizə uğurlar.